Bu bank kartı deyil, yanında gördüyünüz avtomobilin açarıdır. Avtomobil öz-özünə kodlanır, hərəkət edir, hətta rəqs edir. Qarşılayın, bugünkü qonağımız Tesla Model 3. Avtomobil 2023-cü ildir. 0-dan 100-ə qədər sürətlənməsi cəmi 4.4 saniyədir. Avtomobilin at gücü 283-dür, tam şarjlı isə 400 km məsafə qət edir. Avtomobil telefonla tam rahat şəkildə idarə olunur. Misal üçün biz ön tərəfdəki bagajı açdıq. Burada bizim maksimum bir kiçik çamadan yerləşən bagajımız var. İndi gəlirik avtomobilin əsas bagaj hissəsinə. Bunu da biz telefon vasitəsilə açırıq. Bagaj həcmi böyükdür. Bu da avtomobil sahibinin özünün stuludur. Hansı ki avtomobili şarja taxanda bunu açıb özü oturub bunda əyləşib gözləyir ki, avtomobil şarj çıxsın və yoluna davam etsin. Gəlirik avtomobilin salon hissəsinə. Biz əyləci sıxırıq, avtomobil avtomatik olaraq işə düşür. Bizim burada böyük bir monitorumuz var. Hansı ki hər şey bu monitor vasitəsilə idarə olunur. Biz bu monitor vasitəsilə açıb oyun oynaya bilərik, avtomobilin nasaz olan hissələrini görə bilərik. Hətta sizə bir şey deyim ki, bu monitor vasitəsilə avtomobilin nasaz olan bəzi bir hissələrini siz düzəldə də bilərsiniz. Avtomobil 360 dərəcə kamera ilə əhatə olunub. Gecə vaxtı və əlavədə sahibinə əlavə bu avtomobilə kim yaxınlaşırsa, avtomobil avtomatik olaraq bunların hamısını kamerada çəkir və siz sonra açıb kamera vasitəsilə bunların hamısını izləyə bilərsiniz. Avtomobilin elektrik sərfiyyatı cəmi 100 km üçün 3 manatdır. Həmçinin bu avtomobilin ölkədəki orta bazar qiyməti 20-22 min dollar civarındadır. Avtomobil haqqında fikirlərinizi şərhə yazın.